Hər vaxtınız xeyir olsun əziz tamaşaçılar. Bugünkü qonağımız mənim dəyərli dostum, eyni zamanda yazar Sadiq Cəfərlidir. Xoş gördük Sadiq. Xoş gördük. Sadiq, istəyirəm söhbətə çox sadə başlayaq. Çünki bu mövzu elə bir mövzudur ki, kitab deyəndə, eyni zamanda kitab oxumaq deyəndə hər kəsin ağlına bir fikir gəlir. Hər kəsin özünə görə bir yanaşması var. Oxumayanın da hətta, nəinki oxuyanın. Ona görə də bizim kanalda adətən biz daha dərin, daha fərqli yanaşmalar ortaya qoymağa çalışırıq. Kitab oxumaq hər aspektdən baxsaq, nəzəri, fəlsəfi, empirik və həyatımızda onun bir yansıması kimi də kitab oxumanın hansı faydaları var? Kitab oxumanın hansı faydaları var dedikdə, biz əvvəlcə kitab oxuma vərdişinin faydalarından danışa bilərik. Nəyə görə? Çünki eyni məlumatları və yaxud da hal-hazırda modern dövrdə biz həbb bilgilərdən daha çox qidalanırıq və hər birimiz daha çox həbb bilgilərdən istifadə edirik. Sosial mediada və yaxud da ən çox sosial mediada və yaxud da çox qısa jurnallarda, dərgilərdə və yaxud da sosial çevrəmizdə, seminarlarda və s. daha çox həbb bilgilərdən istifadə olunur və kitab isə tarixi boyunca hər zaman daha geniş bilgilərin olduğu bir qaynaq kimi bizim önümüzdə olub. Və bu səbəbdən ilk öncə mən deyərdim ki, kitab oxumağın vərdiş olaraq faydalarından danışaq və beyin üçün müəyyən faydalarına toxuna bilərik burada. Beyində hal-hazırda elmdə neyroplastiklik deyilən bir anlayış var. Beyin elə bir orqandır ki, işlətmədikcə belə ifadə edə bilərik ki, paslanır, işlətdikcə isə öz strukturunu dəyişir. Yəni sən artıq həmin insan olmaya bilirsən, dəyişə bilirsən beyni inkişaf etdirdikcə və necə ki, fiziki idman insanın bədənində dəyişikliklər yaradır, əzələsində inkişafa səbəb olur, beyin də həmçinin. Onda düşünürsən ki, kitab oxumaqdan əlavə burada vərdişin xüsusi bir önəmi var. Yəni kitab oxumağın özünə bunu bir vərdiş kimi mənimsəməkdən gedir də burada söhbət. Bəli, burada təkcə yəni bir kitabı, iki kitabı oxumaqdan yox, kitab oxumağın vərdiş kimi formalaşmasından söhbət gedir. Çünki kitab oxuma vərdişinin özü beynin daha fərqli işləməsinə səbəb olur. Burada müəyyən örnəklərdən danışmaq olar. Məsələn, ən böyük faydalarından birisi beynin diqqət mexanizmini daha aktiv saxlamasıdır. Fokuslana bilməkdən gedir də söhbət. Bəli, yəni kitab oxuyan insan, davamlı şəkildə kitab oxuma vərdişi olan insan daha yaxşı diqqət edir. Təkcə hər hansı bir mətnə və yaxud da başqa bir filmə, hər hansı bir hadisəyə yox, həyatını daha fərqində yaşayır. Bu necə olan prosesdir? Çünki məsələn hər hansı bir filmi, hər hansı bir hətta səsli kitabları da burada götürə bilərik. Hər hansı bir səsli kitabı, səsli şəkildə hər hansı alınan bir məlumatı qəbul etməkdən fərqli olaraq kitab oxuma prosesinin özü davamlı şəkildə gözün bir mətni təqib etməsinə şərait yaradır, daha doğrusu zəmin yaradır və bu da davamlı olaraq zəhmət tələb edən bir prosesdir. Yəni davamlı olaraq diqqət tələb edən prosesdir və bu diqqət məşqinin özü insanın həyatında çox geniş şaxələr açır. Hal-hazırda qısa videoların çox populyar olduğu dönəmlərdə biz nə müşahidə edirik? Biz müşahidə edirik ki, hər hansı həbb bilgilər dediyimiz bilgilər, hətta məsələn, maarifləndirici kontentlərdən də burada söhbət gedir. Maarifləndirici kontentləri izləyəndə belə İzləyirik 10 saniyə, 30 saniyə, daha sonra çevirəndən sonra bir öncəki məlumat, ondan bir öncəki məlumat, nə izlədiyimiz yaddan çıxır. Və onu da heç sona qədər bəzən izləmirlər. Bəli, sona qədər izləmirlər, çünki artıq yeni məlumatı almaq, yəni qısa müddətli yaddaşda olurdu ya, hər dəfə yeni məlumat aldıqca qısa müddətli yaddaşda olduğuna görə artıq beyin yeni məlumat qəbul edə bilmir və daha sonra çevirmək məcburiyyətində qalırıq. Amma kitab oxuduğumuz zaman bizim o diqqət bacarığımız, diqqət mexanizmimiz daha aktiv olur deyə biz artıq daha diqqətli şəkildə izləyə bilirik və yaxud da fokuslana bilirik. Bu ümumiyyətlə müasir dövrdə hansı kitablar daha çox oxunur? Biz keçən dəfə texniki məsələlərlə bağlı bizim verilişimiz alınmamışdı. Orada da biz əsasən müzakirə edəcəkdik bu mövzunu. Hansı kitablar daha çox oxunur? Çünki mənim müşahidələrimə görə daha çox bu şəxsi inkişafla bağlı,
detektiv janrında bu tip kitablara daha çox meyl var cəmiyyətdə. Yəni müasir Azərbaycan oxucusundan gedir söhbət. Amma deyək ki, elmi kütləvi kitablara, fəlsəfi kitablara, daha ağır kitablara mənim gördüyüm qədərilə onu bu tipli kitabları oxuyanlar daha azdır. Yaxşı, gəl ümumiyyətlə sualı belə qoyaq. Detektiv janrında şəxsi inkişaf və s. bu tipli kitabları oxumaqmı daha faydalıdır intellektuallıq baxımından, yoxsa elmi kütləvi fəlsəfi kitabları oxumaqmı? Elmi kütləvi fəlsəfi kitabları oxumaq təbii ki, daha faydalıdır. Çünki orada belə deyək, həbb bilgilərdən ziyadə onun mənbəyini, daha doğrusu alt bazasını daha çox biz oxuyuruq, öyrənirik. Hər hansı bir həbb bilgini öyrəndiyimiz zaman bunun bu bilgiyə biz necə çatmışıq? Hansı araşdırmalar, hansı hadisələr və yaxud da hansı tarixi bir arxa planı var bu məsələnin. Bu bilgiyə bizi gətirib çıxarır. Bunlar çox önəmlidir. Ona görə də kitabın verdiyi o böyük baza ilə hər hansı bir həbb bilgini biz müqayisə edə bilmərik. Və kitab oxuma prosesinin özü stres azaldan bir fəaliyyətdir. Yəni ortalama olaraq 10 dəqiqə kitab oxumağa başlayan bir insanın kortizolu artıq 40-60% civarında aşağı düşür. Yəni bu o deməkdir ki, biz kitab oxuma vərdişi yaratdığımız zaman stres səviyyəmizi də aşağı salmış oluruq. Və bu bizim təkcə gündəlik həyatımıza yox, iş həyatımıza da, ailə həyatımıza da, romantik həyatımıza da təsir göstərir və biz özümüzü daha doymuş hiss edirik. Bir məqamı da qeyd edək ki, kitab oxuma prosesi qocalma prosesini ləngidən bir şeydir. Yəni beynin qocalmasını azaldır. Beynin qocalmasını ləngidir. Prosesin özünü ləngidir yəni. Harvard və Yale universitetlərində aparılan araşdırmalara görə kitab oxuyan, yəni müntəzəm şəkildə kitab oxuyan insanların koqnitiv zəifləmə riski 32% azalır. Həmçinin də müntəzəm şəkildə kitab oxuyan insanların Alzheimer'a tutulma riski də çox aşağı düşür. Demək olar ki, Alzheimer'a da tutulmurlar. Əgər davamlı şəkildə, yəni beyin idmanla məşğul olursa, beyin davamlı şəkildə yeni məlumatlar tapırsa, yeni əlaqələr qurursa, bu artıq beynin çox daha sürətli və aktiv işləməsi deməkdir. Hətta yaşlandığımız zaman da belə. Bəli. Ümumiyyətlə bunu elə idmanla əslində paralel düşünmək olar. Necə ki, görüntüdə sən görürsən, idman edən bir insanın fiziki görünüşü ilə idman etməyən bir insanın fiziki görünüşündə nə qədər fərq varsa, təbii ki, bu fərq sadəcə zahiri deyil. Burada bioloji fərqlər də olur. Daha cavan qalması, deyək ki, orqanlarının daha yaxşı fəaliyyət göstərməsi, fiziki olaraq daha güclü olması, daha çevik və daha elastik olması, bir sıra burada nüansları qeyd edə bilərik. Eyni şəkildə onda beyində də bu proses gedir. Yəni kitab oxuyan bir insan əslində daha cavan qalır. Çünki o sinaptik bağlantılar, biz podkastlarımızın birində əslində bu mövzuda danışmışdıq ki, orada o beyində sinaptik bağlantılar daha yaxşı inkişaf edir. Eynən düşünmə qabiliyyəti zənginləşir. Düşünmə sürətlənir. Həmçinin emosional olaraq da, məsələn, normal həyatımızda bizim emosiyalarımız verilən qərarlarımıza çox böyük təsiri olur. Yəni bu aparılmış araşdırmalar əslində bunu göstərir ki, insan nə qədər ağıllı olursa olsun, nə qədər zəkalı olursa olsun, nə qədər bilgili olursa olsun, həyatı ilə bağlı böyük qərarlar verdiyi zaman böyük ölçüdə emosiyaları ilə qərar verir. Amma burada bir məqam var. Kitab oxumaq, müntəzəm şəkildə kitab oxumaq insanın emosiyalarını düzgün şəkildə idarə etməsinə səbəb olur. Yəni müntəzəm şəkildə kitab oxuyan insanlar emosiyalarını da daha düzgün idarə edərək, yəni daha doğrusu beynin o məntiqi, hər kəs başa düşsün deyə belə deyə bilərik ki, beynin o məntiqi tərəfinin emosiyaların bağlamamasına səbəb olur. Yəni elə edir ki, emosiyalar gəlib məntiqi örtməsin. Və biz məntiqli şəkildə normal qərar verə bilək, düzgün qərar verə bilək, daha soyuqqanlı qərar verə bilək. Bunun üçün də stres az olmalıdır və biz emosiyalarımızı düzgün idarə edə bilməliyik. Kitab bizə bunu verir.
Əlavə olaraq qeyd edim ki, kitab oxuyarkən səbr, təmkin də formalaşır. Yəni bu səbr, təmkin sadəcə sənin özün üçün deyil çünki. Başqaları üçün də elədir. Yəni məsələn universitetlərdə, auditoriyada sən əyləşirsən, saat yarım, deyək ki, bir mühazirədir, 1-2 saat. Orada sən dinləyicisən. Və yaxud da bir insanla əyləşmisən, o danışır, sən bunu dinləyirsən. Onu sona qədər dinləmək, onun sözünü kəsmədən, ona fokuslanıb onu başa düşməyə çalışmaq. Bu hamısı tamamilə kitab oxumaqla əlaqəli olan bir şeydir. Yəni kitab oxuyarkən sən o səbri, o təmkini, o empatiyanı, o dinləmə qabiliyyətini özündə formalaşdırmış olursan, bu sənin sadəcə özünə faydası yoxdur da, bunun bütün sənin yaxın çevrənə, cəmiyyətə bütövlükdə faydası var ki, Eynən. kitab oxumayan insanların da səbirsiz olması, müzakirəyə yox, mübahisəyə meylli olması, sözü, qarşı tərəfin sözünü dərhal və yaxud da ki, intensiv şəkildə kəsməsi, hamısı bilavasitə bununla əlaqəlidir. Yeni fikirlərə açıq olma prosesidir. Buna elmdə əslində koqnitiv elastiklik deyilir. Yəni əgər mənim yeni fikirlərə açıqlığım zəifdirsə, mən qarşımdakı insanı da çox dinləmək istəməyəcəm. Bayaq qeyd etdiyim kimi biz insanlar əslində öz fikirlərimizə yaxın olan kitabları, fikirləri və yaxud da siyasi məsələlərdə də belədir. Öz fikirlərimizə yaxın olan şeylərin dalınca qaçırıq. Və bu səbəbdən biz fərqli aspektləri, fərqli baxış bucaqlarını da daha yaxşı qəbul etməyi öyrənməliyik. Ən azından dinləyib onu qavramaq baxımından. Bunun üçün də kitab oxumaq lazımdır. Bunun üçün də müxtəlif şəkildə kitab oxumaq lazımdır. Bax bunu çox vurğulayaq, altından xətt çəkə-çəkə deyirəm. Əgər hər hansı bir fikir sahibisinizsə, hər hansı bir ideologiyanız varsa və bununla bağlı daha çox bilgi sahibi olmaq istəyirsinizsə, bununla yanaşı həmin o ideologiyanın nə olmasından asılı olmayaraq öz ideologiyanızla yanaşı əks ideologiyaların kitablarını da oxuyun. Və yaxud da alternativləri. Alternativlərini oxumaq və həmin təməl mətnləri oxumaq heç. Bu onsuz da lazımdır. Hətta mən deyərdim ki, insanlar ideologiya sahibidirlər, amma o ideologiyaların təməl mətnlərini oxumayıblar. Oxumurlar, bəli. Çünki tənbəllikdir. Bu açıq-açıq tənbəllikdir. Bu hər zaman belə olub. Məsələn, müsəlmanlar Quranı oxumur, xristianlar İncili oxumur, kommunist, marksist insanlar kapitalı oxumurlar məsələn. Yəni bu əslində çox maraqlı bir tendensiyadır kütlə üçün ki, dəstəklədikləri, inandıqları, özü səmimi şəkildə inandıqları şeyləri oxumurlar. Bayaq dediyim emosiyalar. Biz emosiyalarımızla qərar veririk. Əgər emosiyalarımıza toxunubsa, bizim onu dəstəkləməyimiz çox daha asan olur. Nəinki məntiqlə oxumaq və məntiqlə onu sorğulamaq. Birinci emosiyalarımızla qərar veririk. Emosiyalarımızın arxasınca qaçırıq. Emosiyalarımızla qərar veririk, daha sonra tanımağa çalışırıq. Məsələn, bir insanı sevmək də belədir. Bir insana qarşı hisslərimiz yaranır, əslində o yaranan hisslər əslində tələ sayılır. Daha sonra o insanı tanımağa bizdə həvəs yaranır. Çünki ilk baxış instinktivdir, cinsidir, hedonizmdir və s. emosiyadır, heç bir məntiq yoxdur. Təbii ki, ilk baxışdan gedir söhbət və əslində deyərdim ki, böyük ölçüdə elə zahirə fokuslanmış bir deyək ki, yanaşmadır. Eyni. Bir də müasir dövrdə çox maraqlı bir tendensiya var ki, insanlar daha çox PDF-ləri ekrandan və s. oxumağa üstünlük verirlər. Tutaq ki, deyək ki, bu müxtəlif səbəbləri var. Mən kitab almağa pulum yoxdur, deyək ki. Kitablar bahadır və s. Kitablar bahadır və yaxud da ki, tapa bilmirəm, burada satışda yoxdur və s. səbəbləri var bunun. Və yaxud da ki, yer tutur, əlimdə daşımaq istəyirəm, telefondan daha rahatdır. Müxtəlif səbəblər var, amma nəticədə bu var. Burada söhbət təkcə o ekranın verdiyi, deyək ki, o ekrandan gələn şüanın zərəri və s. ondan da getmir ha söhbət. Ümumən kitabı kitabdan oxumaq, yəni daha sadə desək, kağızdan oxumaqla hansısa bir ekrandan oxumağın arasında nə qədər böyük uçurum var. Bu barədə nə düşünürsən? Bu barədə düşünürəm ki, əslində ilk öncə onu deyə bilərik ki, kim hardan oxumaq istəyirsə oxuya bilər. Bu şəxsi seçimdir. Tamamilə. Amma mən şəxsi olaraq öz fikrimi desəm, mən hər zaman kağızdan oxumağa, baxmayaraq ki, uzun-uzun PDF-lər də oxumuşam zamanında, amma kağızdan oxumaq bambaşqadır. Bununla bağlı bir araşdırma da aparıblar 2023-cü ildə və ortaya çıxan nəticə budur ki, beynin belə deyək, o diqqət mexanizminin kağızdan oxumağı ilə daha çox əlaqəsi var. Daha güclü əlaqə mövcuddur orada. Nəyə görə? Bunun səbəblərindən birisi olaraq mən düşünürəm ki,
Bilirsiniz, beynin assosiasiyası ilə bağlı olan bir şeydir. Nəyə görə? Çünki tutaq ki, hər hansı bir ekrandan biz film də izləyirik, həm mesajlaşırıq, gündə yüzlərlə bildirişlər gəlir, amma eyni ekrandan biz kitab oxumağa başladığımız zaman beynimizin arxa planında hər zaman biz bilirik ki, buradan müəyyən bildiriş də gələ bilər, birazdan zəng də gələ bilər, başqa bir şey də ola bilər. Yəni beyin %100 kitab oxumuş sayılmır. Yəni beyin tamamilə orada deyil. Başqa ehtimalları da artıq hesaba qataraq bir tərəfdən o həmin baş verə biləcək şeylərə də vaxt ayırır, enerji ayırır. Amma tam şəkildə biz kağızdan oxuduğumuz zaman, kitab oxuduğumuz zaman biz bilirik ki, biz kitab oxuyuruq. Biz bir fəaliyyətlə məşğuluq. Bəli. Bir araşdırmada mövcuddur ki, insan əslində 5 dənə işi eyni anda görə bilməz. Yəni diqqətdən söhbət gedir. Bu diqqətlə görülən bir şeyə fokuslanmaq. Bir şeyə fokuslanırsan. Məsələn, bir söz var, deyir, qab yuyanda qab yumaq haqqında fikirləş və s. Başqa bir şey. Başqa bir şey haqqında fikirləşmə. Əgər beynində, yəni sadə olsun, bir şeyi, bir fəaliyyəti layiqincə etmək istəyirsənsə, bunu etməyin ən düzgün yolundan istifadə etməlisən. Sadəcə ona fokuslanmaq. Bununla bağlı maraqlı bir şey yadıma düşdü. Bir dəfə efirdə adım bilmirəm kim idi. Hətta sosial şəbəkədə də onu çox paylaşdılar və təbii ki, tənqid edənlər də oldu, dəstəkləyənlər də oldu. Əfsus olsun ki, bizim cəmiyyət hələ o yerə gəlməyib ki, onu dəstəkləyənlər daha çox olsun. Özünü maraqlı bir şəkildə ifadə elədi adam. Dedi ki, mən ekrandan oxumaq istəmirəm, çünki kitab oxumaq mənim üçün kitab deyir gözəl bir qız kimi bir şeydir. Mən ondan sevişmək istəyirəm. Necə ki gözəl bir qızı görüb sevişmək istəyirsən, o da kitab da elə bir şeydir. Bu bizim cəmiyyət hələ o qədər inkişaf etməyib ki, bu sözləri bir mənalı qarşılasın. Amma o metafor etdi orada. Orada bir metafor etdi də ki, vurğunu artırmaq üçün ki, əslində onu daha yaxşı bəlkə də ifadə eləmək olmazdı ki, kitabı həqiqətən o kitabı ki almadın, o kitabı ki toxunmadın, o kitabın sənin olduğunu bilmədin, şuur altında fikir ver, hələ kitab oxumağın özünə gəlməmişik ya. O kitabı ki o bəyəndiyin yerləri qeyd eləmədin, məsələn. Söhbət hələ də oxumağın özündən getmir və o kitabın nə olduğundan da getmir. O kitabı ki oxuyub bitirəndən sonra onun təzə alınan forması var. Belə də hamısı belə şax, təmiz, düz. Bir də sən oxuyandan sonra vərəqlərdə sən əzilmələr, ara kəsmələr, kitabı qoyanda da görürsən ki, bu kitab artıq oxunub da. O görüntü belə nə qədər şeydən xəbər verir və sən onu sonda qoyursan bir rəfə. Belə deyək də, yığırsan. Bir kitablıq düzəldirsən özünə və ya daha geniş mənada kitabxana düzəldirsən özünə. Onun qüruru, onun rahatlığı verdiyi rahatlıq bunun heç bir tərifi yoxdur. Başqa heç nə ondan daha yaxşı ola bilməz. Amma PDF-dən oxuyursan onu unuda da bilərsən. Sən dediyin kimi fokuslana bilmirsən çünki başqa şey. Konkret kitab oxuma fəaliyyəti deyil yəni. Bu arada PDF-dən oxuduğumuz zaman, hətta müəyyən applicationlar da var, tətbiqlər də var ki, daha rahat şəkildə kitab oxuma fəaliyyətinə səbəb olur. Ancaq onlardan oxuduğumuz zaman bizim artıq oxuduğumuz şeyləri diqqətimiz zəiflədiyi halda yaddaşımıza da keçmir. Biz onu yadda da saxlaya bilmirik. Bu faktor var. İkinci məsələ bayaqki o sevişmək məsələsi daha çox doğru idi bu arada. Daha çox yəni, o romantik bir yanaşma. Mənə çox xoş oldu o adamın onu o cür səmimi ifadə eləməsi ki, həqiqətən kitabla sevişməlisən. Bu daha çox belə deyək, o romantik bir yanaşmadır. Mən onunla sevişmək istəyirəm, toxunmaq və s. kitabla. Amma həqiqətən diqqət üçün də kitabı əldə tutub bir əşya var əlində. Əlində bir əşya var. Bir də var ki, sən əslində bir neçə işlə, birdən çox işlə məşğul ola bildiyin hər hansı bir cihazı qarşında qoyub onu oxuyursan, ondan bir şeylər əldə etməyə çalışırsan. Çünki beyin artıq bilir ki, sən bundan başqa fəaliyyətlər üçün də istifadə edirsən. Bununla zəng edirsən, filmə baxırsan, sənə hər an zəng gələ bilər, bildiriş gələ bilər. Hər bir şey bağlı olsa belə, beyin artıq ona öyrəşdiyinə görə gözləyir artıq. Bu səbəbdən onu bir kənara qoyub, daha sonra qarşımızda real bir kitab olduğu zaman daha yaxşı bir kitab oxuma, daha keyfiyyətli bir oxuma fəaliyyəti ilə biz məşğul ola bilirik. Bu bilirsən nəyə oxşayır? Elə bil, mən uzandığım halda mən işləyirəm və yaxud da hər hansı bir elmi fəaliyyətlə məşğulam, nə isə araşdırıram və s. Bir də var ki, mən oturmuşam, hal-hazırda çox gözəl bir ofisdə və yaxud da hər hansı bir studiyada ciddi şəkildə
işlərimi görməyə başlayıram. Mənim artıq beynim avtomatik olaraq bilir ki, bu insan bunu geyinib keçinib, bu işlə, bu ofisdə belə oturub işlədiyinə görə artıq mən işləmə modundayam. Və onu da qeyd edeyim ki, bu kitab bahadır və s. bunlar hamısı bəhanədir tamamilə. Çünki kitab 10 manat, 15 manat, ortalama kitabın qiyməti budur da. Yəni yaxşı baha olsa 20 manat, 25 manatdır. Yəni deyək ki, bir siqaret çəkən insan düşün, bir gün ərzində 10 manat siqaretə pul verir. Ayda edir 300 manat. Və yaxud da bir xanım düşünək, ayda 3 dəfə, 4 dəfə paltar alır. Bu makyaj alır və s. Yəni hər şeyə pul var, yüzlərlə manat. Amma tutaq ki, ayda bir dəfə kitab alacaq. Bu da 15 manat eləyir. Bununla bağlı bu tamamilə bəhanədir, razıyam səndən və məsələn, mən belə deyim, 600 manat hər hansı bir insan tutaq ki, maaş alırsa, indi aşağı maaşlardan danışaq da, ayda 3 kitab, 4 kitab rahat keyfiyyətli bir oxu üçün sərf edə bilər məsələn. Və yaxud da deyək ki, elə oxucu var ki, daha çox bədii kitablar oxuyur və 2 günə bir kitabı bitirir deyək. Çox əslində maksimal bir rəqəmdir, amma 2 günə deyək ki, bir kitabı bitirir. Bunun üçün də icarələr var, kitab icarələri olan və yaxud da hər hansı müəyyən bu kafelər. Böyle, hətta kitab evi var ki, bəlkə get orada əyləş oxu, pulsuzdur. Yəni hal-hazırda bilgiyə, kitaba çatmaq çox asandır. Çox asandır, bəli, və çox ucuzdur. Və bu çox yəni rahat başa gələn bir şeydir. O daha çox bəhanədir sözün açığı. Və son olaraq istəyirəm bu barədə danışaq. Bəzi insanlar müəyyən mütaliə edirlər və o mütaliə onların həyatında heç bir rol oynamır. Yəni deyək ki, həyatlarına praktik olaraq bunu yansıda, tətbiq edə bilmirlər. Bunun müxtəlif obyektiv və təbii ki, subyektiv səbəbləri var. Hər kəs üçün bu tamamilə individualdır. Amma istisna da olsa, az da olsa insanlar var ki, o kitablar onların həyatına təsir edir. Yəni bugün bu cür düşünürdü, kitab oxudu, nələrisə öyrəndi, artıq sorğulamağa başlayır. Düşünür ki, özünə tənqidi yanaşır ki, bu belə olmaya da bilərmiş deməli. Və yaxud da ki, mən bunu bilmirdim, mən yanlış düşünürəmmiş, sabahdan filan şeyi dəyişməliyəm mən və yaxud da filan şeyə filan cür baxmalıyam, filan şeyə filan cür inanmalıyam. Belə insanlar çox azdır, amma mütaliə edən insanların əksəriyyəti bilirsən, sadəcə sanki mən o kitabı oxumuşam demək üçün və yaxud da göstəriş üçün ki, deyək ki, şəklini çəksin, paylaşsın. Ki, mən bu kitabı oxumuşam da belə deyək. Və yaxud da sadəcə vərdiş, bayaq sən vərdişdən danışdın, adam vərdiş eləyib. Yəni kiminsə üçün deyək futbola baxmaq nədirsə, onun üçün də kitab oxumaq odur. Və ya ünsiyyət əsnasında tutaq sənlə söhbət eləyir, deyir ki, filan kəsi oxumuşam. Sartre oxumuşam, Dostoyevski oxumuşam, Viktor Hugo oxumuşam. Baxsan ki, və sən nə düşünürsən? Sən nə cür bunu yansıdırsan? Sənin mövqeyin nədir? Sənin həyatında nə dəyişdi? Bunu öyrənmək sənə nə verdi? Heç nə. Bu çox maraqlıdır. Biz bunları 2 qrupa ayıra bilərik. Kitab oxuyub dəyişməyənlər və kitab oxuyub dəyişənlər. Nə baş verir ki, bəziləri dəyişir, nə olur ki, bəziləri dəyişir, bəziləri isə dəyişmir. Bəs bunların fərqi nədədir? Bunların əsas fərqi ondadır ki, yəni dəyişmək üçün bizə 3 mərhələ lazımdır əsas. Dəyişən insan üçün. Birinci mərhələ oxuduğunun fərqinə varmaqdır. Yəni nə oxuyursan, boş oxuyub keçməməlisən. İkinci mərhələ isə oxuduğunun səndə bir ağrı yaratmasıdır. Yəni mən bunu oxudum və bundan təsirləndim. Təsirlənəcəyim bir şeyi seçmişəm və təsirləndiyim bir şey oxuyuram. Oxudum, mənə təsir elədi, ağrıtdı. Üçüncü mərhələ isə bu oxuduğum və məni ağrıdan şey məndə hərəkətə, fəaliyyətə bir istək yaradır. Məni hərəkətə sövq eləyir. O ağrı. Ona görə mən həmişə deyirəm ki, insan kitab seçəndə də onu müəyyən qədər qorxudacaq bilgilər ehtiva edən kitabları seçməlidir. Həyəcanlandıracaq, yeni bir şey öyrədəcək, qorxudacaq. Daha çox bizi qorxudan şeylərdən düşündürəcək. Bax, bunlar çox məlumdur. Bəli. Düşündürəcək. Ondan sonra yeni nəsə öyrədəcək. Bunları bilirik. Amma dəyişmək üçün mən düşünürəm ki, bizi qorxudan mövzulara sahib, bizi qorxudan şeylərdən danışan kitablara biz üst tutmalıyıq. Çünki biz bizi qorxudan şeylərdən qaçırıq. Görmək istəmirik. Həmin bilgilər bizdə müəyyən narahatlıqlar yaradır.
Bunu biz həyatda da eləyirik, amma kitab bunların ən təhlükəsizidir də. Yəni kitab səni yeməyəcək. Sadəcə orada fikirlər yazılıb. Fikirlər səni narahat edəcək, amma sən bu fikirlərlə öz içində döyüşə bilərsən. Bu döyüşün sonu inkişafa aparacaq. Amma bunu da mütləq qeyd etməliyik ki, indi biz təbii ki, burada müəyyən bir tənqidi yanaşma da ortaya qoyduq. Kateqoriyalara böldük. Kitab oxuyub dəyişənlər və kitab oxuyub dəyişməyənlər və s. bunun faydaları və s. Amma belə bir şey də var ki, istənilən halda hansı kitabı oxumağından asılı olmayaraq oxucular, mütaliəli şəxslər səbirli, təmkinli və dinləmə qabiliyyəti yüksək şəxslər olur. Və qarşı tərəflə əksər hallarda hətta razılaşmasa belə, zid mövqedən çıxış etsə belə, ən azından onu anlaya bilir. Adam var ki, sırf kitab oxumur deyə sən onunla heç bir formada ünsiyyət qura bilmirsən. Tutaq ki, ona nəyisə izah eləməyə çalışırsan, başa salmağa çalışırsan. O deyir ki, bu belədir. Sən də deyirsən ki, yox, elə deyil, belədir və izah etməyə çalışırsan və müəyyən arqumentlər gətirirsən. Baxırsan ki, sənin o gətirdiyin arqumentlər, faktlar və yaxud da datalar, indi müxtəlif təbii ki, bunu formada demək olar, bu onları da bilmir. Yəni, sən izah etmək üçün gətirdiyin əsaslar ki var, onları da başa düşmür. Sonra o izah etmək üçün gətirdiyin arqumentlər, faktlar ki var, onların özünü izah etməyə çalışırsan. Başqa arqumentlərlə, başqa daha sadə versiyada da, başqa faktlarla. Görsən ki, onları da başa düşmür və artıq sən əsas mövzudan uzaqlaşmısan. Tamamilə başqa bir yerdəsən və artıq söhbət mübahisəyə gəlib çıxıb. Hansı ki, ilk başda tamamilə başqa bir şeydən danışırdın. Ona görə oxumayan adam istənilən halda həyatı, nəinki həyatı və başqalarını özünü anlaya bilmir ilk başda. Özünün kim olduğunu mən nə əlavə edə bilərəm bura? Məsələn, mən bir çox oxucu müşahidə etmişəm ki, çox əslində az sayda kitab oxuyub, amma həqiqətən bir söz var idi, deyir ki, cahil daha təhlükəsizdir, nəinki yarı cahil. Yarı cahil. Çünki məsələn 5 kitab, 6 kitab və yaxud da bax bayaq dedim ki, insan öz ideologiyası ilə bağlı da heç olmasa nələrsə oxusun, təməl mətnləri oxusun. O təməl mətnləri məsələn tutaq ki, hər hansı birisi 5 kitab öz ideologiyasına uyğun kitabları açdı, oxudu. Amma o ideologiyaya daha belə sıx-sıx sarılmasına və digər hər şeyə tamamilə qapalı olmasına, əks arqumentlər eşitməyə belə təhəmmül etməyəcək səviyyəyə gəlməsinə səbəb olacaqsa, bu halda əslində oxumayan ondan daha yaxşıdır. Belə insanlara adətən nəyisə çatdırmaq, fikir çatdırmaq və s. mümkün olmur. Əlavə olaraq onu deyə bilərəm ki, əslində müzakirə sənəti deyilən bir şey var. Müzakirə sənətində iki tərəf insan müəyyən bir mövzunu ortalığa qoyur və ikisinin də məqsədi bir yerə gəlib çatmaqdır. Yəni kimin haqlı olması orada önəmli deyil. Deyək ki, yaxşı, mən də haqlıyam, sən də haqlısan. İkimizin də haqlı tərəflərimiz var. Amma gəlin görək bu məsələ bizi ortaq olaraq hara aparacaq. Yəni bu daha çox anlamağa çalışma mərhələsidir. Mən vacib deyil ki, sənin hər hansı bir fikrini anlayım, başa düşüm. Amma başa düşməyə çalışmaq, hörmətlə yanaşmaq və bir nöqtəyə gəlib çatmağa çalışmaq, hörmət burada çox önəmlidir. Nəyə görə? Çünki sən mənə hər hansı bir mənbə göstərdiyin zaman, bəlkə də sənin o mənbəni gedib oxuyacam, amma mənə məntiqli gəlməyəcək və yaxud da mən nəyisə əskik hesab eləyəcəm, amma mənim o mənbəni gedib araşdırmağım bizim dostluğumuzu daha da möhkəmləndirəcək. Mən yadıma gəlir, Polşada mən təhsil alanda bizim universitetdə qrupda 3-4 nəfər Azərbaycanlı var idi. Başqa millətlər də var idi. Yəni, müxtəlif ölkələrdən, 20-dən çox fərqli ölkədən. Bir dəfə seminarda bunun müzakirəsi düşdü, kitab oxumaqla bağlı. Əfsuslar olsun ki, bizim bu Azərbaycanlılar iddia etdilər ki, kitab oxumaq indiki zamanədə nəyə lazımdır? Telefon var, ChatGPT var, internet var. Hansı məlumatı istəsən, nə istəsən, gir, yaz, bax, çıxsın da. Burada nə var ki? Oturub onun üçün saatlarla kitab mı oxuyacam? Və mən orada onlara elə professorun və s. hamının qarşısında dedim ki, elə deyil. Dedilər, niyə? Dedim ki, yaxşı, gəl oturaq qarşı-qarşıya. Biz tutaq ki, söhbət edirik. Məsələn, soyuq müharibədən danışacaq. Mövzu soyuq müharibədir. Sən nə deyəcəksən? Deyəcəksən ki, gözlə ChatGPT-yə yazım, görüm soyuq müharibədən nə olub? Yəni, sən məndən və yaxud da ki, şintoizmlə danışacaq. Sən yazasan ki, gözlə bir dənə bu sualı mənə verdin, gözlə, mən gedim araşdırım bunu ChatGPT-dən, Google-dan, görüm şintoizm nədir, sonra gəlib səndən söhbət eləyərəm. Eynən. Deyək ki, biz dindən danışırıq.
hansısa bir deyək ki, xristianlıqdan, İslamdan, buddizmdən, hinduizmdən deyəsən gözlə mən gedim ChatGPT-dən, Google-dan baxım görüm Quranda, İncildə nə yazılıb, ona görə. Yəni sən mütaliə etmədən, sən nə formada, hansı formada danışacaqsan? Biz ünsiyyət qurmuşuq, hal-hazırda danışırıq. Mövzunun nə olmasının önəmi yoxdur. İndi söhbət edirik. Mən sənə bir arqument gətirmişəm, ya sual vermişəm. Nə deyəcəksən? Deyəcəksən gözlə ChatGPT-dən, Google-dan baxım. Təbii ki, onlar mənə cavab verə bilmədilər. Amma əslində həqiqətən də belədir. Bəziləri düşünür ki, ChatGPT var, Google var, kitab oxumağa nə ehtiyac var? Amma qarşı-qarşıya oturanda artıq ChatGPT, Google danışmır. Sən danışırsan. Sən hazırlıqlı olmalısan. Sən məlumatlı olmalısan. Elə şeylər var, ümumiyyətlə ChatGPT-də yoxdur. ChatGPT-nin ora deyək ki, girişi yoxdur. Də müəllif hüquqları var. Elə şeylər var, Google-da yoxdur və ya yanlışdır. Yəni mötəbər mənbə deyil də, ya ikinci əldir, ya üçüncü əldir, nə cürsə, ya kimsə durub oraya, istənilən adam girib Google-a nəsə yaza bilər. Yəni kitab o qədər mötəbər mənbədir ki, bu kitab oxumağı bunlar nə zənn edirlər? Bunlar deyirlər ki, mən telefonda girib baxacağam Google-da, ChatGPT-də. Çox absurd yanaşmadır, amma postmodernizmdə bugünkü mövcud 21-ci əsrdə hal-hazırda əfsuslar olsun ki, belə bir yanaşma var. Bununla bağlı onu deyə bilərəm ki, məsələn, çox sadə bir misal verəcəm. 2 + 2 = 4, düzdür? 2 + 2 = 4 bir həbb bilgidir. Bu həbb bilgini məsələn və yaxud da bunun bənzərlərini və yaxud da bunun mürəkkəblərini mən ChatGPT-dən əldə edə bilərəm. ChatGPT bunu məlumat olaraq mənim qarşıma qoya bilər. Amma ChatGPT mənim yerimə baxış bucağı ilə baxa bilməz ona. Mənə müəyyən baxış bucağı verə bilməz və yaxud da mənim daha əvvəl ona yazdıqlarımı, baxış bucağımı və s. bilmiş olar və ona uyğun şəkildə mənə cavablar verər. Nə demək istəyirəm? Demək istədiyim odur ki, mənim dünya görüşüm nədirsə, alqoritm ona fokuslanır ki, mənim dünya görüşüm çərçivəsində mənə cavablar versin. Yəni bu nə deməkdir? Bu deməkdir ki, ChatGPT heç vaxt deməz ki, bu nə sualdır mənə verirsən? Üzr istəyirəm. Orası aydındır, amma tutaq ki, lap o düz cavab verəcək, 100%. Hansısa bir mövzuda danışırıq və o mövzuda sənin indi nəsə söz deməyin üçün 300 səhifə, 200 səhifə oxumalısan. Sən də yazın ChatGPT, deyək ki, tam sənə lazım olan məlumatların hamısını yazdı. İndi hal-hazırda söhbət əsasında nə deyəcəksən? Deyəcəksən ki, gözlə mən bu 200 səhifəni ChatGPT-dən oxuyum, sonra gəlim sənə cavab vereyim. Yoxsa sən mənə hal-hazırda dərhal cavab verməlisən. Yəni ünsiyyətimizin davam eləməyi üçün. Əgər ChatGPT məsələn 200-300 səhifəlik bir cavab verirsə, bu elə demək olar ki, özlüyündə bir kitab deməkdir və bəli, bunun üçün də bu artıq kitab deməkdir. Bunun üçün də biz bayaqdan danışdığımız həmin o diqqətlə oxuma, fərqinə varma, ağrıtma, daha sonra onun üçün yəni həmin o ağırdan şeyi dəyişmək üçün hərəkətə sövq olunma və s. bunları bu prosesləri keçmək lazımdır. Aydındır, o dəqiqdir. Mən daha başqa tərəfini deyirəm. O bunun üçün oxumaq mütləq lazımdır. Yox, şübhəsiz. Hər bilgi ilə bu mümkün deyil. Kimsə deyirsə ki, əgər mən ChatGPT olduğu halda və yaxud da hər hansı başqa bir həbb bilgilər yığını olduğu halda artıq kitabın modası keçib, belə bir şey yoxdur. Oxuma vərdişi hər zaman lazımdır. Hal-hazırki dövrdə lap çox lazımdır. Çünki yəni bir çox insana biz nəzər saldığımız zaman görürük ki, artıq o qısa videolar izləməkdən insanların diqqətləri o qədər azalıb ki, və yaxud da insanlarla oturub söhbət edirsən, 5 dəqiqə, 10 dəqiqə söhbət edirsən, görürsən ki, gündəm Instagram kəşfiyyətindən ibarətdir. Yəni, və yaxud da hansısa müəyyən bir video çox tez-tez yayılır. Mən örnəklər də verə bilərəm. Sadəcə mövzumuz istəmirəm dağılsın. Mövzudan çox kənarlaşmadan çox üzrəyəm. Bunu deyim qeyd. Mən heç o tərəfində də deyiləm. O 200 səhifəni biz kitab kimi qəbul eləyək. Amma konkret bu dəqiqədən gedir söhbət. Sən hardasa masada əyləşmisən, 3-4 nəfər içində söhbət eləyirsən. Sən nə deyəcəksən bizə? Öz fikri deməyəcəksən ki, mən gedim o 200 səhifəni araşdırım, oxuyum gəleyim. Əlbəttə sən onu öncədən oxunmalıdır. Öncədən bilməlisən. Yəni orada düz məlumat olsa belə, sən birinci bunu bilməlisən. Kiçik söhbət eləyə bilərsən, öz fikrin olsun. Sən heç kimə gözlə mən gedim onu oxuyum, gəlim söhbət eləyərik deyə bilməzsən. Dolayısıyla burada istənilən halda kitab oxumalı. Yəni kitab oxuma vərdişi lazımdır. Şübhəsiz. Vərdiş formalaşmalıdır, davamlı olaraq bu davam etməlidir ki, artıq həyatımızın digər sahələrində də, gündəlik həyatımızda da biz onun meyvələrini toplaya bilək. Mütləq fərqi olur. Yəni davamlı oxuyan, müntəzəm oxuyan insanla oxumayan insanın fərqi uçurum qədər fərqi olur. Uçurum qədər. Yəni hətta mən deyərdim ki, sadəcə dünya görüşündə, inanclarında, həyata baxışında, şəxsi münasibətlərində, sevgidə, dostluqda, ailədə yox, geyimində, danışığında,
baxışında, O da tətbiq etdiyinə görə olur. hər şeydə o təzahür edir. Yəni özə çox, hətta 50 metr məsafədən bilinir ki, bu adam mütaliəli Yəni adam. bunu deyə bilərik ki, dəyişim varsa, çox böyük ehtimalla orada ya narahatlıq var, ya da daha böyük forması ağrı var. Bəli. Ona görə də kimin dediyi yadından çıxıb sözün açığı. Bunu daha çox Franz Kafkaya aid edirlər. Deyirlər ki, sizi sarsacaq kitabları oxuyun. O kitablar yaxşı kitablardır. Yəni buna əslində qatılmaq olar. Janrla fərq etmədən, janr fərqi etmədən bizi sarsacaq, bizi ilk öncə ağrıdacaq göstərən kitablar oxumaq lazımdır. Ümumiləşdirsək, oxuduğumuz kitabların bizimlə qalması üçün səncə nə etməliyik? Yəni bir tamaşaçı üçün bu cavabı necə verə bilərsən? Oxuduğumuz kitabların bizimlə qalması üçün biz ona mövcud bazamızda rəy verməliyik. Nə deməkdir bu? Məsələn, hər hansı bir elmi, fəlsəfi, hətta bədii kitabı belə oxuduğumuz zaman, bitirdiyimiz zaman, əgər oxuduğumuz kitab, məsələn, atıram, bədii bir kitabdırsa, onun ana fikri nədir? Bizə nə öyrətmək istəyir? Nə göstərir? Bunu bir araşdırma, məzmunu, hekayənin axışını onsuz da yadda saxlayırıq. Bilirik nələr olub, amma nəticəsi nədir? Yəni hansı mesaj məqsəd nədir? istəyir? Ana fikir nədir? Biz burada nə öyrəndik? Hətta mən tövsiyə edirəm ki, bunu incələmələrinə də, yəni bir bədii əsər oxundu, onun incələmələrinə də baxmaq və yaxud da onun tənqidi rəylərinə də baxmaq çox faydalıdır. Çünki ağıl ağıldan üstündür. Birinin tutmadığını digəri tuta bilir və göstərə bilir. Çox faydalı olur. Ayrıca digər qeyri-bədii ədəbiyyat kitablarını isə götürəndə mən həmişə istifadə etdiyim metodlardan birisi, yəni bunu lap gənclik illərindən də istifadə edirəm. Kitab bitdiyi zaman və yaxud da hər hansı bir bölməsi bitdiyi zaman o bölmə haqqında mən özüm üçün yazıram. Nə başa düşmüşəm. Yəni beynin daha doğrusu, yəni hətta bunu imtahanlarda da etmək, imtahanlardan öncə də, imtahana hazırlaşanda da bunu etmək mümkündür. Hər hansı bir mətni oxuyandan sonra bir hardasa 10 dəqiqəlik, 15 dəqiqəlik və yaxud da bir saatlıq bir vaxt ayırırsan özünə, dəftəri qoyursan qarşına və nə yadında qalıbsa qeydlərini edirsən. Yəni kitabın dilinə sadiq qalaraq yox, özün öz dilində edirsən. Bu çox önəmlidir. Yəni çünki hər bir insan özü ilə danışır. Özü ilə danışdığı halda kitabın mətnini özünküləşdirirsənsə, özünlə danışırsansa, beyin onu çox daha yaxşı yadda saxlayır. Bir də təbii ki, kitabın müəyyən sətirləri, müəyyən abzasları, müəyyən sözləri bizdə emosional olaraq müəyyən dəyişikliklərə səbəb ola bilər. O artıq avtomatik olaraq yadda qalır. Bir də mən bir dənə haşiyə açmaq istəyirəm burada. Beyin onsuz da özünə lazım olan məlumatı oradan birbaşa götürür. Atıram, tutaq ki 24 yaşımda bir kitab oxumuşam. Oradan lazım olan məlumatı hələ ki mən götürməmişəm həmin məlumatı, amma 35 yaşında oxuyuram. Həmin mövzuya bənzər hadisələri artıq yaşamışam, təcrübə etmişəm deyə artıq beynim o məlumatları oradan seçir, götürür. Bu təcrübə məsələsində əslində sən indi yaşdan danışdın, tutaq ki 24 yaşında və s. İndi bəzi kitablar var ki, mən düşünürəm ki, məsələn o kitabları 16-17 yaşında oxumağın heç bir mənası yoxdur. Yəni o mənada ki, İndi xanımlarda ola bilər. Məsələn, bir xanımın çünki 19-20 yaşında başa düşdüyüm, bir kişi ancaq 30 yaşında başa düşər, 28 yaşında başa düşər, 35 yaşında başa düşər. Xanımlar daha tez olğunlaşır, amma məsələn bir bəyi düşünək. Hətta bəy də deməyə, çünki 23 yaşa qədər belə gənc kateqoriyasına gedirsən də, idmanda da belədir o kateqoriyalar, 20 yaş altı, 23 yaş altı və s. Məsələn 17 yaşında artıq sən bir uşaq sayılırsan da, belə deyək. Bir uşağın tutaq ki, Albert Camus'un deyək ki, yad əsərini oxuması, Hararinin Homo Deus'unu oxuması, yaxud da Nietzsche'nin belə söylədiyi Zərdüştü oxuması nə qədər təsirli ola bilər ki, tutaq ki. Ona görə mən düşünürəm ki, bəzi kitablar müəyyən yaşdan sonra oxunmalıdır. Məsələn 25 yaşdan sonra, 27 yaşdan sonra. Çünki onu oxuyanda ona görə yox ha ki, sən 17 yaşında onu oxuya bilməyəcəksən. Və yaxud da dilə hakimiyyətin aşağıdır, savadın aşağıdır. Sadəcə bəlli bir sən təcrübədən bəhs etdin, bəlli bir həyat təcrübəsi olmalıdır. Bəlli bir yaşanmışlıqlar olmalıdır. İnsan tanımı, söhbət sadəcə konkret bir fərdi münasibətdən getmir də, sevgidən ya dostluqdan. Cəmiyyəti tanımalısan, bəlkə başa düşməlisən
tutaq ki, hərbi xidmətdə olmalısan, universitet oxumalısan, həyata kimlərsə girib Baxın çıxmalıdır. bu sən Yəni cəmiyyəti belə deyək, müşahidə eləməlisən ki, o oxuduğunu da müəyyən bir olğunluğa gəlib çatandan sonra daha yaxşı başa düşəsən. İkisi bir-biri ilə bağlıdır. Yəni mən bayaq dedim ki, təcrübə olandan sonra, təcrübə yaşandıqdan sonra oxumaq daha faydalıdır. Mən bunu öz həyatımda da görmüşəm, digər oxucuların həyatlarında da müşahidə etmişəm. Yəni bu belədir. Amma bu o demək deyil ki, təcrübə olmadan qabaq oxumaq çox əslində Təbii ki, boşdur. aydın məsələdir. Bunlar bir-biri ilə bağlıdır. Oxuyub tətbiq etmə vərdişi olduğu zaman bu yeni təcrübələr yaradır. Təcrübədən sonra da qayıdıb bir daha oxuyandan sonra o artıq səndə möhkəmlənir. O artıq sənindir. Biri var ki, heç oxumursan, bu artıq eyni səhvləri təkrar yaşayaraq ölüb getməyə qədər gedib çıxır. Yəni 35, 40, 45, hətta insanlar 60 yaşına gəlir, amma eyni həyatı yaşayır. Baxırsan ki, heç bir dəyişiklik əslində yoxdur. Yəni bu əslində yeni məlumatlara qarşı qapalılıqdan xəbər verir. Koqnitiv bir elastiklik də yoxdur. Çünki işlətməyib, paslanır artıq, beyin paslanır. O artıq həmin insan danışanda da onu hiss edirsən, söhbət edəndə də hiss edirsən, həyata baxışına baxanda da, müşahidə edəndə də özünü ifadə eləmə tərzi 10 dəqiqə özünü ifadə edəndən sonra müəyyən bir mövzuda bilirsən artıq başa düşə bilirsən ki, bu qapalıdır yoxsa açıqdır yeni mövzulara. Və yaxud da nə bilir, nə bilmir, nə qədər oxuyub, nə qədər oxumayıb bilinir. 10 dəqiqə, 15 dəqiqə ərzində bilinir. Eynən. Bir də bir məsələ var. Oxuma vərdişi mən müşahidə etdiklərimə görə oxuma vərdişi nə qədər tez formalaşsa bir o qədər də daha yaxşı olur. Düzdür. Daha sonrakı yaşlarda davamlı oxuma vərdişinə sahib olan bir çox dostlarım, tanışlarım da mövcuddur və digər oxucular da mövcuddur, yəni görmüşəm. Amma erkən yaşlarda biz oxuduğumuz zaman bunun effekti daha bir başqa olur. Sadiq, təşəkkür edirəm. Əslində ümumiləşdirib belə deyə bilərik ki, oxumaq həqiqətən istənilən halda hər şey üçün. İndi hər şey deyəndə söhbət aydın məsələ ki, nələrsə istisnalar ola bilər. Amma biz homo sapienslər üçün bir sosial deyək ki, varlıq kimi, sadəcə bioloji yox, bütün mənalarda oxumaq istənilən halda lazımdır. Bu və ya digər formada, az və ya çox. Yəni burada danışmaq, sözünü belə deyim, gözəl bir əlavə eləyim. Oxumaq olmasa sapiens özünü başa düşər. Sapiens heç sapiens olduğunu bilməz. Sapiens olduğunu belə bilməz. Yəni o ekzistentalizmin özünü anlamaq üçün, dərk eləmək üçün ki, mən kiməm, varam, niyə burdayam, bu cəmiyyət nədir, bu dövlət nədir, bu masa necə düzəlib, fikirlərimi necə ifadə eləməliyəm, fikirlərim əslində nəyin məhsuludur, özümü belə düşünürəm, yoxsa cəmiyyət məni bu cür formalaşdırıb, mədəniyyət nədir, əxlaq nədir, din nədir, elm nədir, fəlsəfə nədir, dostluq nədir, sevgi nədir, paltarı necə geyinsəm, hara, nə cür geyinsəm, nə cür yaxşı olar, etiket qaydaları nədir, tarix nədir. Ümumiyyətlə, hər şeyi anlamaq üçün və həyatda, belə deyək, cəmiyyətdə bir hörmət qazanmaq üçün, yaxşı yerlərə gəlmək üçün istənilən halda oxumaq lazımdır. Və biz nə qədər çox oxusaq, bizim dostluğumuz, sevgi münasibətlərimiz, ailə daxili münasibətlərimiz, deyək ki, karyeramız bir o qədər yaxşı olar. Əfsuslar olsun ki, bunu xüsusi qeyd etmək istəyirəm. Bəzi blogerlər var Azərbaycanda, müəyyən kütlələrə xitab eləyən, müəyyən bir populyarlığı olan, son illərdə bu tendensiyanı müşahidə edirəm ki, mən onlar gənclərə əslində çox oxumağın vaxt itkisi olduğunu, hətta bakalavr təhsilinin belə boş bir vaxt itkisi olduğunu aşılamağa çalışırlar və mən onları kəskin şəkildə qınayıram və hesab edirəm ki, onlar cəmiyyətə zərər vururlar o özlərinin absurd fikirləri ilə və düşünürəm ki, gənclər o şəxsləri dinləməməlidir. Yəni, təhsili və yaxud da ki, mütaliəni arxa plana atmamalıdır. Bu dırnaq arasına alıram, güya bunlar çox kapitalistsi, çox deyək ki, çağa ayaq uydururlar. Elə gəl uşaq yaşlardan başda işləməyə, pul qazan, əsas odur, o türkçədə istihdam deyirlər, yəni bir inteqrasiya ol cəmiyyətin içinə, pul qazan. Başı sal aşağı, pul qazan, işlə, başqa heç nə. Yəni təhsil də vaxt itkisidir və ümumiyyətlə yaxşı olar ki, 1 il, 2 il olsun, maksimum olsa da və o da hansısa konkret bir istiqamət üzrə və əsas pul qazanmaqdır, kitab oxumaq və
uzun illər təhsil almaq əslində boş şeydir. Bu kimi axmaq, üzr istəyirəm ifadəmə görə, absurd, əsassız, savadsız fikirləri bizim cəmiyyətdə gənclərə təlqin eləyən simalar var. Mən indi ad çəkmirəm, önəmli də deyil, çünki bir nəfər deyil bu. Yəni bir neçə nəfər bu işlə məşğuldur və əfsuslar olsun ki, bunlara inanan, bunları dinləyən, izləyən gənclər var. Hansı ki, yəni mən bakalavr və yaxud da magistratura nə edirəm oxuyub, kitab oxusam nə olacaq? O deyir, oxumayan filan kəsin altında belə bahalı maşın var. Oxumayan filan kəs filan yerdə işləyir. Oxumayan filan kəs bu qədər pul qazanır, məsələn. Bu kimi fikirlər və bu cəmiyyətdə pozulmaya, türkcə yozlaşma deyirlər ona. Pozulmaya və deyək ki, inkişafın dayanmasına gətirib çıxarır. Yəni çağa əslində ayaq uydura bilmirsən. Qeyri-mədəniliyə gətirib çıxardır. Bu deyək ki, başsız deyəndə daha geniş mənada düşünək də, söhbət təfəkkürdən gedir. Başsız bir cəmiyyətin olmasına gətirib. İndi aydın məsələdir, 5%, 3% hər yerdə ictimai-siyasi elita var. Yazarlar var, nə bilim, universitetlərdə akademiklər var, ictimai-siyasi xadimlər var. Bu cəmiyyətin mən söhbət çoxluqdan gedir ki, yəni hansı ki, yolda harda gəldi saxlayıb qəza törədən, işıqfora baxmadan yolu keçən, eskalatorda sol tərəfdə dayanıb insanların yolunu kəsən, qatara düşənlərə yol verməyib tələsik minməyə çalışan, insanları tanımadığı insanlara sən deyə xitab eləyən, ictimai yerdə yüksək səslə danışan, öz şəxsi problemlərindən danışan, tum çıtdıya, yəni nə bilim, seriala baxa-baxa avtobus sürən, yəni bu və en qədər saymaqla bitməz problemləri ortaya çıxaran, başı boş bir kütləni ortaya çıxardır. Kitab oxumamaq, yaxşı təhsil almamaq. Və bugün cəmiyyət buna belə deyə təşviq edilir ki, siz təhsil almayın, kitab oxumayın, zaten vaxt ikisidir, başınız salın aşağı, uşaq yaşlardan pul qazanmağa çalışın. Bu bizim cəmiyyətə təlqin olunur və bu çox yanlışdır. Ona görə də biz çalışmalıyıq ki, mümkün qədər çox kitab oxuyaq. Sonda istəyirəm ümumiləşdirib fikirlərimi belə yekunlaşdırım. Jack Londonun məşhur, mənim ən sevdiyim avtobioqrafik əsərində, Martin Eden obrazında, orada belə bir cümlə keçir. Deyir ki, sizi kitab oxuyan insanlarla tanış edəcəm. Həyat yalnız bu insanlarla bir araya gəldiyiniz zaman yaşamağa dəyər. Təşəkkür edirəm. Görüşənədək.